Bizə məlumdur ki, dekabrın 28-dən milli valyutanın devalvasiyası nəticəsində İranda başlanılan etirazlar artıq bugün davam edir. Bugün ayın 15-də gördüyümüz kimi və yenə də müxtəlif xəbərlər gəlməyə davam eləyir. Siz necə düşünürsünüz? Bu etirazların sonu necə olacaq? Təxminən bu nə qədər müddət əhatə eləyəcək? Etirazlar fonunda etirazçılar istədiyini əldə edə biləcəkmi? Çok hoş gördük. Davet için de teşekkür ederim. Etirazlar bilirsiniz ki e, sebep olarak bunu gösterirler ki iktisadi, sosyal çetinliklerin olmasıyla bağlıdır ve burada artık realın o məzəndəsi, değeri demək olar ki ölmüş bir vəziyyətdədir. İnsanların gündelik hayatının ne kadar çetin ve ağır olduğu gösterilir ve bu ki qiymətlər yəni durmadan dəyişir, gün ərzində bir neçə dəfə, bir neçə faiz qiymətlərin üstünə gəlir və rejimin də artıq əlində, ovucunda o maddi imkanlar o səviyyədə deyil ki, bu ehtiyacları qarşılaya bilsin. Təbii ki, bu məsələyə gələndə görürük ki, bunun alt qatında çox şeylər yatır. Yəni burada birdenbire bir gecede baş veren hadise değil. Bu illerdir ki İran adlanan ülkede o iktisadiyatın belli bir kurumun eline geçmesi, yani konkret olarak ideolojik ve hərbi gücün eline geçmesi ve yani Sipahi Pasdaran ve Xamene'nin etrafında toplaşan o paralel yapılanma, hansı ki bütün her şeye onlar nəzarət edir və bütün o maddi imkanları da onlar mənimsəyiblər, onlar o pullara nəzarət edirlər və təbii ki onu da istədikləri istiqamətdə xərcləyirlər. Yəni terror qruplarının formalaşdırılması, dəstəklənməsi, onlara hərbi, maddi yardımların edilməsi, yəni ən çətin vəziyyətdə belə biz görürük ki, məsələn, bir neçə ay bundan öncə Hizbullah'a yenə də 300 milyon dolardan çox pul göndərdilər. Yəni, bu təkcə Hizbullahla məhdudlaşmır. Burada İraqda olan terror qruplaşmaları var. Afrikada olan yeni qurmağa çalışdıkları terror qruplaşmaları var və bunları həm də gətirib ölkə daxilində və yaxud ayrı-ayrı ölkələrdə onları təlimatlandırırlar və s. Yəni deməyim odur ki, bu iqtisadi sorun sırf məsələn deyək ki, hakimiyyətin yanlış o iqtisadi politikasından doğan bir məsələ deyil ki, deyərlər ki, məsələn bu nazir getsə, başqa bir nazir gəlsə və yaxud Mərkəzi Bankın rəisi dəyişsə, hər şey yoluna düşəcək, hər şey normal olacaq. Əgər belə olsaydı, Pezeşkiyan deməzdi ki, bizim artıq 1 milyard dolar belə pula hardan əldə edəcəyimiz bəlli deyil. Yəni bu pulu necə biz əldə edək, hardan gətirək? Çünki pullar bəlli qurumların əlindədir və onlar da onu çıxarıblar və son bu hadisələr başlamadan 15 milyard dolar pulu ölkəyə daxil eləmədilər. Yəni hansı ki o neftin pulları idi. Çindən gəlməliydi, başqa ölkələrdən gəlməlidir və onu durdurdular və o ölkəyə daxil olmadığı üçün o necə deyirlər iqtisadi sorunlar bir gecədə o özünü göstərməyə başladı və təbii ki o hadisələrin bazardan yola çıxması bunun nə qədər dərin bir iktisadi böhran olduğunu gösterir. Bilirsiniz ki İran adlanan ölkədə o bazar və bazarın sistemi hər halda o Türk dövlətçiliyindən irəli gələn bir modeldir. Onu çoxları bilmir, çox təəssüf ki. Və siz görürsünüz ki, məsələn Tehran bazarında əsasən Türklər o bazarı yönəldirlər. Yəni əsasən onlar oradadılar. Və Təbriz bazarı tarix boyu eyni halda ki o İpək yolu üzərində olub, eyni halda da dövlətlərin dəyişdirilməsi, dövlət qurma prosesində bazarın o belə deyək də necə deyirlər təcrübələri, mentaliteti
elə bir haldadır ki, o nə qədər də dəyişdirilsə o bazarın özünə məxsus bir yapılanması var. Və zaman zaman da çalışır ki, bu yapılanmanı müxtəlif formada həm qorusun, yəni hansısa hakimiyyətin yanında olmaqla, həm də hakimiyyətə təzyiq göstərsin ki, hakimiyyət ondan hesablaşsın. Amma indi görürük ki, artıq o sipahi pasdaran və o ideolojik rejim bundan da hesablaşmır. Yəni sırf bəlli, yeni, o necə deyərlər, mafiyalaşmış qurumlar formalaşdırıblar və ona görə də o proseslər elə yerə gəlib ki, bu formada iqtisadi böhran adı altında deyək ki, gündəmə gəldi, amma etirazların o gedişatına baxanda biz görürük ki, bunun içində milli məsələlər var, bunun içində siyasi məsələlər var, bunun içində insanların o belə deyək də azadlıq istəkləri var və bir çox məsələlər vardır ki, bu böhranın nə qədər dərin olduğunu göstərir. Səsləndirilən ehtimallar arasında İranın bu etirazdan sonra parçalanacağı da deyilir. Buna münasibətiniz necədir? Bilirsiniz, bir neçə variant var, bir neçə proses var. Hər birisi yəni aslı olduğu məqamlar var. İran adlanan ölkədə əgər, məsələn, bugünkü rejimin davamı üçün bir işlər görülürsə, nələrdən imtina eləməlidir məsələsi ya sualı ortaya çıxır. Yəni, əgər o ideolojik yapılanma, onun anayasasından, o dini rəhbərlik strukturundan imtina edilərsə, yeni çağın o şərtlərinə uyğun bir dövlət yapılanması olarsa, sonra da o dövlət yapılanmasında demokratik dəyərlər, orada mövcud reallıqlar nəzərə alınarsa ki, İran adlanan ölkə çox millətli bir ölkədir. Yəni, eləyə bilməzsən ki, artıq 100 ildən sonra yenə də gələsən, ərəbə deyəsən, sən ərəb deyilsən. Türkə deyəsən, sən türk deyilsən. Bəluça deyəsən, sən bəluç deyilsən. 100 ildən sonra yenə də gələsən, deyəsən, sənin mədənlərin də mənim, sənin o insani resursların da mənim, sənin yeraltı, yerüstü sərvətlərin də mənim. Mən qərar verəcəyəm sənə nə çatır, çatmır, hara aparıram, niyə aparıram. Bütün bunlara əgər son qoyulursa, o ideolojik necə deyərlər, yanaşmadan çıxılırsa və bütün bu məsələləri, deyək ki, sipahi pasdaran artıq heç bir şeyə müdaxilə eləmir, ümumiyyətlə onun dəftəri qapatılırsa, bu yanaşmada müəyyən bir irəliləyişlər ola bilər. Məsələn, deyək ki, Məhəmməd Xatəmi keçmiş İran adlanan ölkənin prezidenti dedi ki, bir neçə il bundan qabaq ki, İran adlanan ölkə federal olmadan yönətmək mümkün deyil. Yəni bundan sonra bu dövlət, İran dövləti adı altında gərək federal bir dövlət çərçivəsində yönətilər. Yoxsa bu mümkün deyil. Amma deyir, anayasada bu imkanlar yoxdur. Biz bu prosesi deyək ki, islahat yolu ilə aparaq. Normal bir sürəc içində bunu davam etdirək. Çünki çox ciddi bir sürəcdir. Orada məsələn deyək ki, Pəhləvilər dövründə Azərbaycanın coğrafi ərazisi parçalanıbdır və bu parçalanma ayrı-ayrı ostanlar adı altında, yəni o belə deyək ki, coğrafi inzibati adı altında ayrı-ayrı deyək ki, millətlərin yaşadığı ərazilərin içində göstərilir. Bunlar geri qaytarılmalıdır. Azərbaycanlıların Güney Azərbaycanda tarixi torpaqları var. Deyək ki, Azərbaycanın o milli sərvətləri Azərbaycanın öz içində Güney Azərbaycanda qalmalıdır. Azərbaycan özü qərar verir, digər millətlər. Yəni, bir şərait yaradılmalıdır ki, həm o mərkəzi dövlət, digər o federal dövlətlərin razılığı ilə, əməkdaşlığı ilə deyək ki, öz prosesini aparsın, həm də bunların o inkişaf yolunu açsın. Bu inkişaf həm iqtisadidir, həm siyasidir, həm mədənidir və çox şeylər. Bunun da qədim yapılanması var. Yəni, Türk dövlətlərinin qurulduğu zamandan bəri var. Səlcuqlulardan bəri var.
və Səfəvilər dövlətinin o quruluşuna, tarixinə biz gedəndə ki, orada məsələn xanlıqlar sistemi necə olubdu? Bəziləri onu o qədər belə, məsələn, özəlliklə Quzey Azərbaycanda mən görürəm ki, məsələn, mediada danışanlar onu tamamilə başayaq danışırlar. Orada bəyləri sistemi var. Yəni, mərkəzi dövlət, belə deyək də, indi o şəkildə desə, qurultay keçirmədən şah ola bilməzdi. Yəni, şahlığının statusu o qurultayın nəticəsidir və o qurultay ona legitimlik verirdi. O qurultayda iştirak edənlər xanlar idi və xanların işinə şah qarışmazdı. Yəni, onların işinə, daxili işinə müdaxilə eləməzdi. Sadəcə illik onlardan bəlli bir məbləğdə pul və yaxud xərac alardı. Amma onlar o zaman qarışırdı ki, məsələn, bir xan ona üsyan eləyə, istəyə şah ola, istəyə məsələn başqa xanlıqlarla birləşə, şah ola. Məsələn, Qarabağ xanlıqlarında siz görmüsünüz ki, məsələn, Qacarlar dövründə hətta ermənilər gəlirdi, Qarabağ xanlıqları, digər Gəncə xanlığı, digər xanlıqlara, onlara deyirdi, gəlin birləşək, deyək ki, məsələn, dövlətə qarşı. Və savaşlar oradan başlayırdı. Çəkişmələr oradan başlayırdı. Bunun da başqa bir planı var. Yəni, sözümün canı bu ki, gərək bəlli bir sürəc içində proseslər o sürəc gedə bilərmi? Bu rejim o imtina eləyə bilərmi ana yasadan, vilayət fəqih sistemindən, terror yapılanmasından, dövlətləri təhdid etmədən, qonşu dövlətləri təhdid etmədən, böyük İran anlayışından ki, saxta bir tarix üzərində qurulubdur və bunu fars və farsçılıq üzərində irəliyə götürməyə çalışırlar. Digər tərəfdən, deyək ki, insanlar ya orada yaşayan qeyri-fars millətlər müstəqillik istəyirlər. Bu müstəqilliyin də o, necə deyərlər, yerinə yetirilməsi üçün ciddi bir proses gərəkdirir. Maalesef bu günləri biz görürük ki, məsələn, deyək ki, bu Güney Azərbaycanı götürək də, öz məsələlərimizi götürək. Güney Azərbaycan əksəriyyəti daxildə və xaricdə, özəlliklə o milli siyasi təşkilatların içində çoxunluqda Güney Azərbaycanın müstəqilliyinin tərəfdarıdırlar və yaxud ən yüksək o, necə deyərlər, federal bir sistemin qurulmasında. Yəni, konfederal formada hətta, lap deyək ki, məsələn, İran adlanan ölkənin siyasi coğrafiyasının parçalanmasını istəmirlər. Kimlərsə, böyük güclər, böyük dövlətlər, amma bir yüksək statuslu federal və yaxud konfederal sistemdə bu ərazilərin o coğrafiyası qorunmaq şərti ilə deyək ki, bir yapılanma. Amma deyək ki, müstəqillik məsələsinə gələndə biz görürük ki, bizə ən yaxın olan dövlətlər onu özlərinə yük, onu özlərinə risk, onu özlərinə təhdid hətta sayırlar və bundan imtina edirlər. Və o, necə deyirlər, hətta deyirlər ki, bizdən uzaq gəzin. Biz tərəfə heç baxmayın, çünki biz sizin məsələlərinizə qarışmaq istəmirik, əl çəkin bizdən. Təsəvvürünüzə gətirirsiniz, yəni bir, o, belə deyək də, bizim dövlətçilik tariximizin o prosesləri, tarixi yaddaşı, hər şey ayaq altına almaqla deyirlər ki, siz ümumiyyətlə çalışın, bu istəkdən imtina edin. İndi bundan da imtina eləyəndə bu rejim, məsələn, bu molla rejimi və yaxud buna alternativ özünü sayan qüvvələr, aya biz onlarla eyni bərabər hüquqlu bir, belə deyək də, modern ideya əsasında demokratik şəraitdə yaşaya bilərik ki, buna imkan varmı? Onlar ona imkan verirlərmi? Yox, görürsən, yenə də orada sizi ümumiyyətlə insan yerinə qoyur. Sizin milli kimliyinizi belə qəbul eləmir. Siz özünüzə Türk deyirsiniz, o deyir, yox, sən Azərisən. Siz özünüzə deyirsən ki, bura mənim ərazimdir, deyir, yoxsa onu sən aradan çıxartmışsan, sən Moğolistandan gəlmişsən, qayıt get öz xarabana.
Yəni təsəvvürünüzə gətirirsiniz. Elə bir mürəkkəb bir proseslərdir ki, bu mürəkkəb proseslərin hər birisinin gerçəkləşməsi üçün bir sıra məsələlərdən ya gərək imtina eləyəsən, bir sıra məsələlərə də gərək ciddi dəstək verəsən. Maalesef hələ ki proseslər o necə deyirlər iç-içə getməkdədir. İndi o zaman içində biz görəcəyik ki, hansı ideya, hansı məsələlər daha çox özünü göstərəcək. Amma mənim ehtimallarım budur ki, İran adlanan ölkə heç bir halda mərkəzi dövlət adı altında mümkün deyil. Çünki tarix bunu göstərir, mümkün deyil ki, yenə də özünü toparlasın. Azərbaycan türkləri hətta 150 ildən bəri çalışıblar, yəni Nəsrəddin Şahdan bəri çalışıblar ki, demokratik, çalışıblar ki, anayasa üzərində bir modern o dövrə keçid etsinlər. Amma maalesef biz gördük ki 1925-ci ildə bunu da baltaladılar, imkan vermədilər və Qacar sülaləsini də o necə deyirlər məhv etdilər və bugünkü o 100 ilin təcrübəsi də göstərir ki, Fars və farsçılıq adı altında hakimiyyətə gələnlər də heç də orada yaşayan qeyri-fars millətlərinin ən ibtidai haqqını, öz ana dilində təhsil alma haqqını belə qəbul eləmir. Ehtimallar arasında Rıza Pəhləvinin hakimiyyətə gətirilməsi məsələsi də var. Trump da Rıza Pəhləvi ilə bağlı açıqlama verib dünən. Bildirib ki, mən xoş təəssürat bağışlayan bir insandır. Yalnız xalqının onu necə qəbul eləyəcəyini mən bilmirəm. Amma əgər Rıza Pəhləvini qəbul edərlərsə, bu məni qane eləyər. Gənclər arasında da İranda sosial media segmentində xüsusilə 2000-ci ildən sonra doğulan gənclərin paylaşımlarını görəndə Rıza Pəhləvinin yenidən hakimiyyətə gəlməsini daha çox istəyirlər. Sizcə bu ehtimal nə qədər realdır və xalq onu qəbul eləyərmi Trumpın dediyi kimi? Baxın, Rıza Pəhləvinin ortaya atılması bir projedir. Bu projenin mahiyyətində Sipahi Pastaran durur. Nə qədər də bu görünsə ki, güya İsrailə getdi, İsraillər onun yanındadır, İsrail bayrağını daşıyırlar, Amerika ona belə dedi, Trump belə dedi, filan dedi. Bu belə deyil. Bilirsiniz, Sipahi Pastaran o bugünkü hazırki Molla rejiminin varını yoxunu idarə edir. Hər şey onun əlində. Siz düşünün ki, onun əlində pul var. Siyasi güc var, iqtisadi güc var, hərbi güc var. Bütün güc onun əlindədir. Bunu elə belə kolaylıqla, belə rahatlıqla buraxar gedərmi? Yox. Məsələn deyək ki, bu hadisələr baş vermədən İran İslam Cumhuriyeti'nin televizyonunda, rəsmi televizyonda adamı çıxartdılar. Adam gəldi, Qasım Süleymani, Sipahi Qudsun terrorçu başı. Qasım Süleymanı hamını tanıyır. O adamı çıxartdılar, onun xatirələrini bir kitab halına gətirən bir yazıcıya. Sual verdilər, nə yazmısan burada? Nə qoydu, nə götürdü? Dedi ki, Qasım Süleymanın uşaqlığından bəri hadisələri, onun sevdikləri filan və bu sevdiklərin içində biz həm də onu gördük ki, o Məhəmməd Rıza Pəhləviyə çox böyük sevgisi var imiş. Bu nə deməkdir? Bilənlər bilir, yəni bu kimlərə yaşıl işığı yandırmaq demək. Sipahi Pastaran bu Rıza Pəhləvinin ətrafını donatıb öz adamları ilə. Yəni ən yaxın adamları ki, bu günləri Rıza Pəhləvi adına danışırlar, hamısı ya Bəsicdə olub, ya Sipahda olub, ya universitetdə o Sipah və Bəsicin adamları olubdular və sonra da güya qaçqın kimi çıxıblar, indi o Rıza Pəhləvinin ətrafına toplaşıblar və o məsələləri qoyurlar ki, bir-birinə mesaj verir. Məsələn, deyək ki, Rıza Pəhləvi deyir ki, mən əgər hakimiyyətə gəlsəm, Sipahi Pastarana, Bəsicə ümumi əfv verəcəyəm. Onların oğurladığı pulları onlara bağışlayacağım. Sadəcə bir şərtim olacaq ki, bunu xarici ölkələrdə aparıb xərcləməyin. Bu ölkənin içində sərmayə qoyun. Və həmçinin deyir ki, Sipah və Bəsic ona görə deyir lazımdır ki, biz imkan verə bilmərik orada o bölücülər,
ayrılmaq istəyən millətlər ya toplumlar baş qaldırsınlar. Onların başını da bunlarla əzməliyik. İndi siz düşünün. Eyni projeni onun ağzından deyənlər, yəni Sipahi Pasdaran görürsünüz, orada yaşayan qeyri-fars millətlərlə nə edir? Eyni projeni, eyni istəyi, eyni tələb bu günləri Rıza Pəhləvi səsləndirir. Bu mənada deməyim odur ki, o qədər də rahat deyil bu, məsələn, Rıza Pəhləvini elə bilirlər ki, öz-özünə çıxdı ortaya, ya Rıza Pəhləvi çünki dədəsi keçmişdə şah olub deyə ortaya atılıbdır. Yox, başqa bir məsələ də bundan ibarətdir ki, hər halda siz 12 günlük savaş yadınızdadır. O dövrdə gözlənti bu idi, İsrail dövləti ən çox gözləntisi bu idi ki, biz hücum eləyəcək, orada narazı insanlar da rejimə qarşı çıxacaq. Netanyahu dəfələrlə müraciət elədi. Amma bu baş vermədi. Səbəbi ona görə deyildi ki, bu rejimdən xoşları gəlir. Səbəbi ona görə idi, tam əmin deyildilər ki, bu işin sonu hara gedəcək. Ona görə idi. Yoxsa İran sevgisi deyilən o anlayış var. Bəzilər deyir ki, bu rejimin ətrafında getdilər, birləşdilər. Gördünüz Məşhəddə, məsələn, elə bu aksiyalarda o boyda, o deyir, bayrağı çəkdilər aşağı, paramparça elədilər ya yox. İrançılıq adı altında bir ölkə formalaşa bilər. Amma o vətən sayılmır. Nə Farsa vətəndir, nə Türkə vətəndir, nə Ərəbə, nə Bəluça, nə Kürdə, nə başqasına. Heç kimə vətən deyil o. Sadəcə bir siyasi coğrafiyadır bugünkü onun hakimiyyəti o. İndi Rıza Pəhləvinin ortaya atılması məsələsində Sipahi Pasdaran oyunu elə qurub ki, onu Amerikada gündəmə gətirir, İsrail də gündəmə gətirir. Amma əsas məqsəd siz düşünün. Müvəqqəti deyir, gəlib orada keçid bir dövlət quracağım. Rıza Pəhləvi. Gəlib o müvəqqəti keçid dövründə o 2 aydan artıq qala bilməz. Onu devirəcəklər. Necə ki, məsələn, onun tam örneği deyildi, amma anlaşılsın deyə deyirəm. Misirdə baş verdiyi bir baxın da insanlar çıxdı, qanun da verdi, filan da oldu, o da oldu. Sonra o İhvanul Müsliminin başkanı gəldi. Bir de bir göz kırpımında gördük ki onu da tuttular, onu da o değil astılar, kestiler. Sonra yine de elə o Hüsnü Mübarek'in dövründe olan ordunun nezareti, ordunun gücü, ordunun idarəçiliği yine geldi başta oturdu. O Sisi geldi yine de oturdu başkan, Cumhurbaşkanı adıyla. Yani bunlar eyni bu modeli ki mesela yeri gelse hatta Sipahi Pasdaran bunu düşünür ki yeri gelse Xamenei'den de Həsən Ruhani'den de bu Mehmet Xatəmi'den de herkesten keçebilirler. Yeter ki o elinde olan o siyasi güc, iktisadi güc, hərbi güc elinden çıkmasın. Elbette ki başka varyantları da var. İkinci versiyalarda ondan ibarətdir ki, mesela eğer İran adlanan ölkə parçalanarsa, Farsların yaşadığı bölgədə bunların o hegemoniyası bərqərar olsun. Yəni maddi cəhətdən, siyasi cəhətdən, iqtisadi cəhətdən, hərbi cəhətdən o hegemoniyalarını qoruyub saxlanır. Bu plan bugünün deyil. Bu illər öncə mənim araşdırdığım planlar, yəni araşdırdıqlarımdan sizə danışıram. Belə deyək də tamaşaçılara danışıram ki, bilsinlər o qədər məsələ kolay deyil. Yəni bugünləri Rıza Pəhləvinin üzərinə o deyir çox getmələri və yaxud zoom olunması o ondan ibarət idi ki, ilkin mərhələdə bir ümid yaradılsın və bu etirazlar formalaşsın. O formalaşdı amma Rıza Pəhləvi həddini aşdı. Həddini aşdı, gəldi dedi ki, mənim siyasi legitimliyim var, artıq məni rəhbər kimi tanımalısınız. Bunu deyəndən sonra o necə deyirlər, dedilər ki, indi sənə göstərər. İnternetləri kəsdilər, işıqları kapattılar, əllərini aldılar silahları və gedəni gələni qırdılar. Maşında, küçədə, siz təsəvvürünüzə gətirin, məsələn, o küçədə gedirlər, o küçədən artıq qaçış yolu yoxdur. O dalana dirənirlər. O gəncləri 30'unu 40'ını bir arada sadəcə güllüyə bağlayıblar. Öldürüb və o necə deyirlər cəsədlərini də aparıblar. Yəni Rıza Pəhləvinin bu günləri verdiyi məsələ budur.
Bu ki ay gənclər, herhalde 16-17 yaşında genç, bu rejimden kurtarmak istəyir. O deyir, boğulan adam deyir, əlini köpüyə dağıtır. Belə bir vəziyyət var. Həqiqətən bu rejim çox böyük bir zülm yaşadır o gənclərə. Bizim həyatımızı məhv elədilər. Bizim uşaqlığımızı məhv elədilər, gənclik illərimizi məhv elədilər. İndi də bunlar da deyirlər ki, imkan verin öz rahatçılığımızı, o necə deyərlər, yaşayaq, öz gəncliyimizi yaşayaq. Elə bir şərait yaradıblar ki, məsələn, insanlar, ailələr aclıqdan, yoxsulluqdan kütləvi intihar edir. Yəni, baxın, görün, nə qədər dəhşət. Ona görə də indi Pəhləvidir, onu da biraz reklam, arkasında pul, arkasında televizyon, arkasında media və digər məsələlər gündəmə. İndi də məsələn deyək ki, Trump bir neçə gün öncə dedi ki, mən bu kim diye mənimlə görüşmək istəyir. Yəni əlinin tərsi ilə atdı. İndi çox israr var deyə o bəzi senatorlar var, senatorların o belə deyək də Trump'a yaxın senatorlar var ki, ona deyirlər ki, buna biraz adam yerinə qoyun və s. O deyib ki, belə də deyəsən pis adam deyir, amma əgər onu seçərlərsə, o bilir onu heç kim qəbul eləmir. Ondan öncə Azərbaycan, Güney Azərbaycanda nə dedi? Azərbaycan şərəfdir, Pəhləvi bir şərəfdir. Yəni biz o şərəfsizə heç vaxt siyasi legitimlik vermərik. Sipahi Pasdaran bunu da bilir. Sipahi Pasdaran deyir, yaxşı, əgər sən buna indi şərəfsiz deyəcəksən, yəni bir dəngə formalaşır. Biz elə eləyək ki, xarici müdaxilə bu ölkə olmasın. Ona görə də Rıza Pəhləvi deyir ki, xarici müdaxiləyə ehtiyac yoxdur. Siz mənə şərait yaradın, mən orada çevriliş eləyim. Amma Sipah istəmədən sən çevriliş yox, heç nə eləyə bilməzsən. Bu mənada yəni deməyim odur ki, bu o anlamda deyil ki, Rıza Pəhləvinin tərəfdarları çoxdur. O 5%, 3% farsların içində müəyyən tərəfdarları ola bilər. Amma orada çox ciddi milli məsələlər də var. Hesab edirəm ki, dünya dövlətləri də bunu bugün danışırlar, analiz edirlər və görürlər o gerçəklikləri. Bəs İran prezidenti Məsud Pezeşkiyan bu baş verən proseslərin harasında dayanır? Pezeşkiyan hər halda seçilmiş bir prezident. Yəni bugün İran adlanan ölkədə siyasi bütün proseslərdə nə olursa olsun bir yeganə legitim şəxs odur. Onun qurduğu hakimiyyətdir. Yəni seçkilər yolu ilə gəlibdir. İnsanlar ona səs veriblər. Anayasanın o bəlli kriterlərinə uyğundur. Onun üzərində gəlibdir. Hər halda o çalışır ki, hakimiyyəti yönətsin. Amma siz düşünün. 6 ay öncədən bəri Pezeşkiyanın əlindən, ocundan hər şeyi aldılar. Nədir? Dedi ki, mən ostanlara, ostan bilirsiniz də, məsələn, regionların səlahiyyətini verirəm, elə regiondakı insanlar həyata keçirsin. Belə baxanda deyirsən, nə yaxşıdır bu? Yəni, regionlara o imkanı verir ki, özləri öz işlərini görsünlər. Amma o səlahiyyət yazılı, o səlahiyyət təsdiq olunmuş, o səlahiyyət nədən ibarətdir, bəlli deyil. Yenə də mərkəzdən asılıdır. Yenə də məsələn deyək ki, istəyir bir daşı, o birisi daşın üstünə qoysun, gərək 50 dənə rapor yazar və deyək ki, yaxşı, mən bu daşı necə eləyim, nətərin qoyum. Onlar deyəcək ki, orada 2 dənə qara daş olmamalıdır. Gərək bunu belə eləyəsən, onu elə eləyəsən. Burada məqsəd nə idi? Sipahi Pasdaran bütün regionları bölüşdürübdür, hərbi şeydə, anlayışda. Yəni deyək ki, Azərbaycan deyək ki, bir neçə ostandan ibarət deyil. Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, Zəngan, o necə deyərlər, Qəzvin, Ərak, Həmədan. Bu bölgələr Sipahın əli ilə idarə olunur. Yəni imkan vermirlər orada deyək ki, bir bələdiyyə sistemi formalaşsın və yaxud oranın o ostandarı ya o qubernatoru seçilmiş qaydada deyək ki, özünü formalaşdırsın və onun əsasında bəlli bir status alsın, bəlli bir səlahiyyətləri olsun. Çünki Sipah bunu eləyəcək,
Pezeşkiyanın bütün nəzarətlərini bu mənada əlindən almaq üçün birinci bunu elədi. Sonra gəldilər, dedilər ki, ölkənin Milli Təhlükəsizlik Şurasında yeni dəyişimlər olmalıdır vesaire vesaire. Orada da Pezeşkiyan gəldi, öz səlahiyyətini verdi Larijaniyə. Ki mənim səlahiyyətimi sən həyat. Larijani kimdir? Keçmiş Sipahın o böyüklərindən biri. Komanderlərindən biri. Yəni oradan da əli üzüldü. Yəni Ali Milli Təhlükəsizlik Şurasında alınacaq qərarda Pezeşkiyanın sıfır rolu. İqtisadiyyata baxırsan, görürsən ki, Mərkəzi Banka adam gətirir, imkan vermirlər, 3 gündən sonra, 5 gündən sonra çıxardırlar parlamentə, sonra o deyirlər ki, sən böyük xətalara yol vermirsən, dolar belə gəldi, filan şeylə, səni atırıq çölə, sonra yenə öz adamlarını gətirib qoyurlar. Öz adamlarını da qoyanda o deyək ki, neft satışları, digər satışlar vardı ki, onun pulu Mərkəzi Banka qayıtmalıdır, ölkənin o real pulu, necə deyərlər, onunla tənzimləməlidir, insanların məişəti tənzimləməlidir və s. O artıq keçir Sipahın əlinə. Sipah, baxın, onun qurduğu şirkətlər gəlirlər, Mərkəzi Bankdan kredit alırlar. Məsələn, dolar əgər 140 min tüməndirsə, onlar deyək ki, onun 1/3-ni ödəyirlər, dolar alırlar. Onu aparırlar, xaricdən güya bir mal gətirəcəklər, bir şey gətirəcəklər. Onu elə eləyirlər ki, nə o pul qayıdır, nə onu da o necə deyirlər, doğru dürüst Mərkəzi Banka ödəyirlər. Sonra gəlirlər, o realı elə bir vəziyyətə salırlar ki, deyək ki, məsələn, deyək ki, Mərkəzi Bankdan alıbdır 5 milyon dolar, o gəlir, onu o vaxtki pulla reala çevirir, gəlir 1 milyon dolarla real alır, aparır, verir, deyir, o vaxt sən mənə bu qədər real vermişdin. Dolarla da onu hesablamır onu. Və belə o çöküşlər boşuna yaşanmayıb ki. Bu da Sipahi Pastaranın yenə əlində. Hərbi, o necə deyərlər, siyasi məsələlərlə bağlı heç bir səlahiyyəti demək olar ki, Pezeşkiyanın yoxdur. Pezeşkiyanı bilirsiniz nə eləyiblər? Sadəcə dava salmayın, gəlin hamımız barışıqda, elə eləməyək, dava salsaq bu ölkə parçalanacaq, dava salsaq filan şey olacaq, dava salsaq filan şey. Rəhbərimiz nə deyib? Baş üstə ancaq onu eləməliyik. Bu yazıq da qalıbdır bu. Azərbaycanlıları da Güney Azərbaycanda razı salmaq üçün, çünki verdiyi heç bir vədi yerinə yetirməyib deyə. Arada bir dənə Şəhriyardan bir şey, arada bir dənə bir cümlə atasözü və onunla da bizimkilərin ürəyini xoş eləyir ki, bax görürsünüz, mən heç çəkinmədən, məsələn, Türk dilində də danışıram, amma yeri gələndə də ona xəbərdarlığı da qoyurlar qabağına ki, danışma, kəs səsi. İndi məsələ budur. Pezeşkiyan əslində baxanda o rejimin içində yeganə legitim qurumdur. Yəni, icra edici orqan da onun başında durar. Digərləri heç nədir. Hətta parlament. İran adlanan ölkənin parlamenti legitim deyil. Ən aşağı səslə, yəni əhalinin 7% səsi ilə orada necə parlamentdə oturanların heç birisinin legitimliyi yox. Bu legitimliyi olan Pezeşkiyanın da əlindəki imkanlar sıfıra bərabərdir. Ona görə də, yəni mən başa düşürəm bəzi xarici dövlətləri, Türkiyəni, qonşu dövlətlər və yaxud digər dövlətlər ki, deyirlər, amandır, İran parçalansa böyük xaos olacaq, böyük qaçqın gələcək, nə bilim, orada bəzi yerlərdə teröristlər yenə də baş qaldıracaq və s. Bəlli o, necə deyərlər, problemlər çıxacaq. Bu qaçılmazdır. Amma bu o anlamda deyil ki, orada yaşayan deyək ki, 90 milyon insanın bir neçə, ən azı 5 millətin taleyini elə belə buraxarsan, deyəsən ki, bizlik deyil. Bu, bugün sənə dönməz, başqa cür sabah ayrı formata dönər. Ona görə də, yəni deməyim odur ki, Pezeşkiyan variantı da başa düşüləndir, bəzilər deyirlər, Pezeşkiyan qalsın, ona səlahiyyət verilsin,
Xameneyinin de bütün səlahiyyətləri ona keçsin və s. Amma digər ki, burada Sipah-ı Pasdaran dediyimiz bir böyük gücə sahib hərbi ideolojik güc var. O oyunları da o qurur və imkan verməz ki, Pezeşkiyan deyək ki, hər hansı bir istədiyi formada oyun qursun. Çünki onun arxasınca deyirlər ki, Pezeşkiyan deyir, türkdür, pan-türkdür. Pezeşkiyan bu Azərbaycanlıları yanına alsa, Azərbaycanlılar görsə ki, bu daha çox imkanlara sahibdir, elə parçalanmanı da onlar başlayarlar. Yəni belə-belə məsələlər.